Bütün hallarda vaxt zaman keçdikcə orqanizmdə geriyə bir proses gedir. Yəni insan doğuşundan, doğulduğu dövrdən bir eyni zamanda inkişaf, tərəqqi, böyümə bunlar paralel bir müddətə gedir. Amma müəyyən bir müddətdən sonra tərəqqi ilə yanaşı tənəzzül də olur. Tənəzzül bunun hüceyrələrində olur və həmin o hüceyrələr ölən hüceyrələrin yenilənməsi gecikir. Toxumanın içində olan mitoxondrilərdə, istər də həmin hissədə olan nüvəsində və digər hüceyrə elementlərində oksidaşma prosesi və metabolizm dəyişir və bu səbəbdən də qocalmaya doğru proses gedir və qocalmanın bir hissəsində toxumaların özüllüyünün azalması və ölmüş hüceyrələrin sayının çoxalması, yeni hüceyrə ilə əvəzlənməsinin ləngiməsi və bu dediklərimiz nəticə olaraq dərinin elastikliyinin azalması, turqorunun, yəni özüllüyünün, gərginliyinin azalmasına və bunun da nəticəsi olaraq toxumaların aşağı yer dəyişməsi, sallanması, boşalmasına gətirib çıxarır. Yəni bunların qarşısını alması üçün, yəni bu təbabət olandan qocalığa qarşı bütün alimlər də, yəni bütün hər bir sahədə olan insanlar da, elm və qeyri-elm sahəsində olanlar qocalmaya qarşı müəyyən bir çarələr tapmağa, araşdırmalar aparıblar. Amma onun fizioloji bir hal olduğuna görə və bu qocalma bir genlə kodlaşdığına görə onun yalnız ləngitmə olması nəticəsinə gəlinibdir. Amma toxumanın əgər qan dövranıdır, regenerasiyasıdır, bərpasıdır, bu şeylər artırılarsa, stres faktorudur, qida faktorudur, ətraf mühitdir, yəni bir çox səbəblər var ki, bunlar normal olarsa qocalma prosesini ləngitmiş olmayı. Nə qədər